Başlayaq nədən? Ondan başlayaq ki, Natiq, sən birinci növbədə xoş gəlmişsən. Çox sağ olun. Salamlar olsun. Ey gözəl insanlar, Natiqin yaxın günlərdə ayın 7-si, ilin 7-si ad gündür. 15 yaş tamam olur. Özə 15 yaşlardan əlamətdar olanlardır. Bəli, yubiley sayaq. İnşallah Allah sənə uzun ömür, can sağlığı qismət eləsin. Ailənlə, sevdiklərlə birlikdə bütün arzularına çatasan. Birinci sualım belə olacaq ki, Natiq, sənin bundan qabaq masaüstü kompüterin və yaxud da ki, gaming notebookun olmuşdu mu, var idi mi? Mənim notebookum olub, amma bir ay işlətdim, sonra pis işlədi. Buradakı indi aldığım çox yaxşıdır. Mən istədiyim kimidir, ona görə. O aldığın notebook gaming notebooku idi, yoxsa? Yox, gaming deyildi. Gaming deyildi. Bəs hal-hazırda nə hisslər keçirirsən? Super bir kompüter, bir dənə kompüterə bir balaca göstərdək. Mənə maraqlıdır, hal-hazırda nə hisslər keçirirsən? Yəni, bilirsən ki, bu kompüter sənindir, planlaşdırdın bunu almağı. Çox sevinirəm. Sevinirəm ki, belə kompüterim var, həmişə arzulamışam. İndi arzuna çatdın. Bəli. Bəs bundan qabaq nə vaxtsa sənə belə bir ad günlərində bundan gözəl bir hədiyyə aldın mı? Alıblar mı yəni ki? Bilirəm, hədiyyələr olub, müxtəlif olub. Amma bu məncə ad günündə alına biləcək ən gözəl hədiyyələrdən biri, ən yadda qalan hədiyyələrdən biridir. Natiqlə təxmini mən yadımda deyil, neçə vaxtı biz danışırıq. Bir neçə ay olar da sən mənə yazırdın, soruşurdun, özü hər şey maraqlandı, parametrlərini, sonra gəldik ortaq məxrəcə. Belə bir qəşəng kompüter əldə etmiş olduq. Bəs bu kompüteri sənə kim alıb, onu da deyək. Mənim babam alıb, mənim ad günümə. Babanın adı nədir? Natiq. Babanın adını daşıyırsan, nə gözəl. Bəli. Natiq müəllim, Allah canısı eləsin. Hər kəsə belə baba qismət olmur. Qədrini bil, sözündən çıxma. Əlbəttə. Gələcəkdə özünü maksimum dərəcədə belə deyək ki, elə doğrult ki, həmişə səndən fəxr eləsinlər. Əlbəttə. Və təbii ki, kompüterdə nə işlər görəcəksən, soruşmağa ehtiyac yoxdur. Orada hər iş görə bilərsən. Əlbəttə. Çünki Natiqin bu günlərim əldə etdiyi kompüter bizi izləyənləri də çox insana saxlamayaq. Göstərdək ki, necə bir gözəl bir sistem blok sən əldə etmiş oldun bizdən. i7 prosesorundandır, deməli, Liquid Cooler'dir, 3 fanlı maye soyutmadır. 32 GB operativ yaddaşla danışdıq, razılaşdıq biz Natiqlə ki, həm oyunlarda, həm lazım olsa proqramlaşdırma işlərində sənin işini tam şəkildə görə bilsin. 1 TB M2 sürətli SSD-sidir, video kartası ki, RTX 5068 GB. Standart olaraq 700 Watt qida bloku tam şəkildə bura bəs eləyəcək Natiq və monitor əsas məsələlərdən biri. 240 Hz-lik gaming monitor. GTA 6 qısası yaxın vaxtlara deyilsən çıxacaq. Yer gəlmişkən orada oyunda oynaya bilərsən. Bir sözün əslində həm oyun, həm proqramlaşdırma, həm kodlaşdırma, bütün bu işləri tam şəkildə görə bilərsən Natiq. Və bir dənə də sualım olacaq sənə, sual çox verirəm, bilirəm. Ən böyük arzun bəs nədir həyatda? Hər kəsin var da bir arzular çoxdur, amma ki, içində belə ən böyük olurdu. Ən böyük arzun nədir? Mənim ən böyük arzum instituta girməyimdir, bundan başqası. Para hazırlaşsan? 3-cü qrupam, humanitar. Tarix belə deyək də, hüquq fakültəsinə hazırlaşsan. Gözəl bir fakültədir, gözəl bir ixtisasdır. Mən vaxtlamı alsızlıq elədim, oxumadım. Diplomsuz hələ ki yaşayıram. Amma arzu edirəm ki, sən o arzuna çatasan inşallah. Və təbii ki, sən özün bilsən ki, bizi buradan izləyən yüzlərlə, minlərlə insanlar var, milyonlarla insan var ki, onların nə kompüteri, nə notebookları yoxdur. Onlara arzun nə olardı? Arzum odur ki, sizə də bir vaxt gələcəkdə böyüyəndə özünüzə bir dənə qəşəng kompüter alasınız. Hansı modunu alsınlar? iComp'dan. iComp'da arzular gerçək olur. Bir daha iComp'u izləyən və izləməyən hər kəsdən Natiqi 15 yaş yubileyi ilə, yubiley münasibəti ilə təbriklərinizi, ürək sözlərinizi yazın və təbii ki, hər kəsə arzu edirik ki, onlar da arzularına çatsınlar. Əgər arzuları texnikaya aiddirsə, kompüter adamlarına aiddirsə, iComp'dan həyata keçmiş olsun. Mən səni bir daha təbrik edirəm. Böyük oğlansan onsuz, maşallah mənə boydasan, 15 yaşın olmasına baxmayaraq və arzu edirəm ki, bütün arzuların hamısı için olsun. Çox sağ olun. Salamat qalın millət.